Salam, hər vaxtınız xeyirli olsun. Safiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə göbələk şorbasını mən nə cür hazırlayıram onu bölüşmək istədim. Əgər maraqlıdırsa keçək hazırlamağa. Öncədən yuyub, suyunu yaxşı süzmüş göbələklərin qabığını videoda göstərdiyim qaydada yaxşıca soyuram. Göbələyi yumazlar deyənlər, siz yumadan hazırlayın, ancaq mən həm göbələyi, həm də toyuğu illərdir yuyaraq hazırlayıram və heç bir mənfi nəticəsini görməmişəm. Və mən bu qayda ilə bütün göbələklərin hamısının qabığını yaxşıca təmizlədim. İndi isə keçək göbələklərimizi doğramağa. Əslində bunu istədiyiniz formada doğraya bilərsiniz. İstər bu cür dilimlər halında saxlayıb, istər də mənim kimi biraz daha göstərdiyim qaydada xırdalayıb doğraya bilərsiniz. Mən doğradığım bütün göbələkləri qaba yığdım və indi keçirəm qazın yanına. İsinmiş tavamıza kərə yağını əlavə edib gözləyirəm ki, yaxşıca ərisin və üzərinə doğradığımız göbələyi əlavə edirəm və ağzına da bir qapağı qoyuram. Gözləyirəm ki, göbələyimiz öz suyunu buraxsın. Əslində mən qapağı qoymadan öncə göbələyimizə limonu sıxmalıydım, ancaq mən unutduğuma görə təkrar göbələklər biraz suyunu buraxdıqdan sonra üzərinə limonu sıxıram ki, göbələklərimizin rəngi qaralmasın. Və göbələklərimiz bu cür tam yağa düşənə qədər yaxşıca qovururam. Artıq göbələklər hazırdır, bir kənara qoyaq. İndi keçək digər tərəvəzlərimizi hazırlamağa. Gördüyünüz kimi mən bir ədəd soğan, bir ədəd kök və bir ədəd kartofdan istifadə etdim. Və soğanı videoda göstərdiyim qaydada xırda kublar şəklində doğrayıram. Doğradığımız soğanları götürək və keçək qazın yanına. Deməli, qazanımız isindikdən sonra yağımızı əlavə edirik və içərisinə soğanları da əlavə edib soğanlarımızı qovururuq. Soğanları bir balaca qarışdırıram və keçirəm digər tərəvəzlərimizi hazırlamağa. Deməli, kartofları da göstərdiyim qaydada xırda kublar şəklində doğrayıram. Və kartofları bir qaba yığıram və kartoflarımızda qaralma halı olmasın deyə üzərinə soyuq su əlavə edirəm. Kartofları bir kənara qoyaq. İndi isə keçək kökümüzü sürtkəcdən keçirtməyə. Gördüyünüz kimi mən sürtkəcin ən iri gözündən keçirdirəm. Və bu müddət ərzində soğanlarımızı qarışdırmağı unutmayaq. Mən rəndələnmiş kökü də götürüb keçirəm qazın yanına. Artıq hardasa 3-4 dəqiqədir soğanımız qovrulur və indi üzərinə kökü də əlavə edirəm və ikisini birlikdə qovururuq. Hardasa bir 2-3 dəqiqədə birlikdə qovrulduqdan sonra mən içərisinə bir ədəd də bir diş sarımsaq da rəndədən keçirdirəm. Yəni sarımsaq sevməyənlər əlavə etməyə bilərsiniz. Ancaq sarımsaq və ədviyyatlar göbələyin iyisini biraz öldürməyə görədir. Yəni artıq öz zövqünüzə görə istədiyiniz qaydada hazırlaya bilərsiniz. Sarımsaq da 2-3 dəqiqə qovrulduqdan sonra mən içərisinə kartofları da əlavə edirəm və hardasa 3-4 dəqiqədə hamısını birlikdə qovurduqdan sonra artıq içərisinə qaymağı əlavə edirik. Əgər sizdə varsa 35% qaymaqdan əlavə edin. Məndə olmadığına görə normal marketlərdə satılan 200 qramlıq paçkaların hardasa 150 qram qaymaq əlavə edib yaxşıca qarışdırıram. Yəni bunu çox qovurmaq ehtiyac deyil. Yəni qaymağı artıq əlavə etdikdən sonra üzərinə ədviyyatlarımızı əlavə edirik. Deməli, mən duz,
qara üyüdülmüş istiot və İtalyan otları ədviyyat əlavə edirəm. Qarışıq otlardan ibarətdir bu ədviyyat. Çox gözəl ətri var. Ancaq ədviyyatı əlavə edərkən nəzərə alın ki, şorbanızın rəngində bir balaca tündləşmə olacaq. Və üzərinə soyuq su əlavə edirəm. Əgər evdə hazır toyuq bulyonunuz varsa, yəni bu şorbanı toyuq bulyonu ilə də hazırlaya bilərsiniz. Məndə olmadığına görə mən elə su ilə hazırladım. Və qapağı ağzına qoyub gözləyirəm ki, qaynasın və artıq şorbamızın suyu qaynadığına görə mən qızartdığımız göbələyin deməli 3/2 hissəsini tavaya, qazana əlavə edirəm və 1/3 hissəsini isə tavada saxlayıram, yəni bir kənara qoyuram. Yeməyimizi qarışdırıram və kartoflarımız bişənə qədər yeməyimizi yaxşıca bişiririk. Artıq kartoflar bişib və mən indi üzərinə pendir əlavə edirəm. Marketlərdə satılan istənilən göbələkli pendirdən əlavə edə bilərsiniz. Hətta yantar pendiri də, yəni bu şorbaya çox gözəl ləzzət qatır. Yəni bir paçka yantar pendiri də əlavə edə bilərsiniz. Hardasa bir 2-3 dəqiqə qaynadıqdan sonra mən bu cür blenderdan yaxşıca keçirdim. Gördüyünüz kimi artıq yaxşıca çırpılıb və mən indi içərisinə ayırıb saxladığımız qalan göbələyi də əlavə edirəm. Yəni bu zövqə görədir. Əgər içərisində diri göbələk sevmirsinizsə, o zaman elə əvvəldən hamısını əlavə edib blenderdan keçirdə bilərsiniz və yaxud əgər diri sevirsinizsə, o zaman sonda hamısını digər tərəvəzləri qaynadıb, yəni sonda göbələkləri əlavə edə bilərsiniz. Mütləq yeməyinizin duzuna baxırsınız. Mən yoxladım və mənə duzu az gəldiyinə görə biraz daha duz əlavə etdim. Və yeməyimiz qaynadıqdan sonra 1-2 dəqiqədə qaynadıram və artıq şorbamız hazırdır. Həqiqətən göbələk sevənlər üçün çox ləzzətli bir şorba olur. Yəni əgər yeməmisinizsə, hazırlayıb dadına baxmağı tövsiyə edirəm. Və yeməyimizi artıq servis edə bilərik. Yeməyimiz sizə qaynar-qaynar duru görsənə bilər. Əgər bu cür duru şorbaları sevmirsinizsə, o zaman bir qaşıq un əlavə edərək, yəni şorbanızı bərkidəcəksiniz. Və mən servis edərkən üzərinə göbələk dilimləri qoydum. Siz isə suxari dilimləri əlavə edib üzərinə zeytun yağı da bir balaca gəzdirə bilərsiniz. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Sağ olun, Allah'a emanet olun. Gələn videolarımda görüşənədək.